Ona görə Şeyx İslam İbn Teymiyənin Əqidətül Vasitiyyə kitabına baxsaq, sonunda etiqadi əsasları zikr edəndən sonra toxunur əxlaqi əsaslara. Deməklə ki, sonra onlar, yəni Əhlüsünnə vəl Cəmaə bu etiqadi əsaslarla yanaşı etiqad edirlər ki, onlar yaxşılığı insanlara əmr edirlər, şəriətin buyurduğu kimi insanlara yaxşılığı tövsiyə edirlər. Əmr sahibləri ilə cümə, cəmaat, bayram namazlarını qılmağı özlərinə din bilirlər. İnsanlara nəsihəti özlərinə din bilirlər. Ən yüksək əxlaqa çağırırlar, ən səfi əxlaqdan, ən pis əxlaqdan çəkindirirlər. İnsanları çağırırlar Allahın razılığına, yaxşı halda qəza və qədərə şükür etməyə, çətinlikdə, fəlakət gəldikdə səbr etməyə, əmr eləyirlər insanlara, valideynə qarşı yaxşı olsunlar, qonşulara qarşı yaxşı olsunlar, qohumlara qarşı yaxşı olsunlar. Səni məhrum edənə əksinə tövsiyə edirlər ki, sən əta elə, ver. Sənin əlaqəni kəsənlə əksinə tövsiyə edirlər ki, sən əlaqə saxla. Və bütün bunlar hamısı necə ki, Şeyx İslam İbn Teymiyyə vurğulayıb, hamısı dindir. İslam dini hansı ki, Muhammed sallallahu əleyhi və səlləm o ilə göndərilib.